Buranın cəmiyyəti və insanları mənə çox vacib bir qayda öyrədib və onu mən çox istəyərdim ki, Azərbaycanda da hamı işlətsin. Bu qayda ingiliscə Golden Rule adlanır. Bəlkə eşitmisiniz. Qızıl qayda. Qızıl qayda ya da bəli, onu biz tərcümə etsək necə səslənir? O sən başqalarına səninlə necə sən özün istəyirsən ki, səninlə başqaları davransın, sən eyni şəkildə insanlarla davranmalısan. Gözəl fikirdir əslində. Yəni, bu çox gözəl fikirdir. Çox gözəl. Mən həmişə onu razıyam. Necə əgər özünə, əslində bizdə var da elə bir ifadə, özünə rəva bilmədiyini başqasına rəva bilmə. Mən onu tapmadım, axtardım, amma tapmadım. Eyni mənaya gəlir, amma biraz fərqlidir təbii ki. Doğru və insan şərəfli yaşamalıdır. Bilməlidir ki, hər şey qayıdır, gəlir. Mütləq. Və mühakimə olunmaq istəmirsənsə mühakimə eləməlidir. Oradan biraz bizim insanlarımız bu həqiqətdir. Yəni, bilməm, bu yaşadığımız coğrafiyadan belədir. Təkcə Azərbaycan deyil, həmin o coğrafiyadakı insanlar biz mühakimə eləməyi sevirik. O judgmentalıq, yəni bu həqiqətdir. Yəni, bunun dediyinə görə mənə yəqin ki, heç kəs linç eləməyəcək. Çünki bu həqiqətdir. Biz xoşlayırıq insanları mühakimə eləməyə. Həyat tərzinə görə, giyiminə görə, yemək zövqünə görə və bir şeylərə görə. Amma yolun sonunda biz unuduruq ki, biz özümüz də mühakimə olunuruq. Bizim xoşumuza gəlirmi mühakimə olunmaq? Yox, o zaman niyə mühakimə eləyirik?